Arzu edirəm ki, bütün evlərdən, bütün qapılardan belə musiqi sədaları gəlsin. Gəlin köçürsün, şadlıq olsun həmişə. Bu eksponat, o eksponatdan dəyərli saysaydım, bunlar mənə incədirlər, müzeyə gəlməzlər. Bu şeylər ki, indi çəkilir, bəlkə 50 ildən sonra bu maddi mədəniyyət abidələri bəlkə qalmayacaq. Peşəkar rəssam olmaq üçün nə qədər oxumaq lazımdır? Bütün kəndin o xəstə sağalma ocağı bura sayılırdı. Bir 60 il bundan qabaq sökülmüşdü damı. Burada o söküləndə çoxlu ilanlar vardı. İndi o hörmət izzət biraz başqa cürdür. Ötən həftə Bakı gündəliyində Şağandaydıq. Burada qalasından, məhv olub 2 qıfılla bağlanan hamamından, o hamamın inşasında əli olan adamın nəticələrini də tapdıq, danışdıq. Müasir gəncin artıq klassikaya çevrilən avtomobil həvəsindən və ünsiyyət qurduqca daha da çox danışmaq istədiyim Təvəkkül müəllimlə danışdım. Onun oğlu Ziya da milli mətbəx yeməyi olmasa da, amma milli növdə təndirdə dadlı yeməyi hazırladı. Şağan təsəvvür elədiyimdən də maraqlı gəldi mənə. Elə ona görə də nə etdim, nə elədim, təbii ki, Şağana yenidən qayıtdım. Bir buraxılışa sığışdıra bilmədiyim mövzulardan danışmağa. O mövzular ki, ötən verilişdə olan mövzulardan maraqlı olacaq. Elə yollanırdım ki, Təvəkkül müəllim zəng elədi. Və dedi ki, müsahibədə yadımdan çıxan mövzular qalıb. Hardasansa gəl. Dedim gözüm üstə. Yollandım onun yanına. Çox maraqlı qədim bir inanc adəti haqqında danışdı. Hansı inancdır, bax, indi biləcəksiniz. Burada Azərbaycanda yeganı daş, deşikdaş abidəsi buradadır. Mən vaxtilə qardaşan Aslanov vardı, arxeoloqdur. Arxeologiya elmimizin patriarxlarından idi o. Azərbaycan arxeologiya elmimizin patriarxlarındandır. Özdə Mərdəkan əhli idi o. Çox yaxşı, çox savadlı, çox səmimi bir şeydir. Gəldik, şəkilimiz də var bizim o vayədə, təxminən bir 50 il bundan qabaq çəkilən şəkili burada. İkimiz oturmuşuq, mənim ağzımda siqaret, o da nə bilim də. Çox maraqlı bir şəkildir, mən bilsəydim, onu gətirərdim, sizə görkəzərdim. Deməli, o danışırdı ki, Azərbaycanın bütün yerlərini qədəm-qədəm gezib, qarış-qarış gezib. Deyir ki, təbii ki, Azərbaycan başqa yer bölgələrində var, torpaq deşikdaşlar var, torpaqdan düzəlib. Torpağın içində oğullar düzəldiblər. Ancaq daş, deşikdaş. Bir dənə burada Şağanda budur. Bunu da nəzərdə bilmirəm, indi yəqin görsədərsiniz. Orada qabaqlar çillə adətimiz var, bilirsiniz. Çillə sözü 40 günlük deməkdir. Böyük çillə, kiçik çillə. O çillə fəsili çillədir. Bir də var ki, uşağın çilləyə düşməsi. Çillə 40 günlük müddətdir, 40 günlük ağır günüdür. Görürsən, insan öləndən sonra da 40-ı veriləndən sonra tamamlanır, bir də qalır ildə yada salma. O yada salmadır. 40 ağır rəqəm sayılır, ağır gün sayılır. O uşaq evə yad adam gələndə, məsəl üçün, evdə də təzə doğulmuş, 40-ı çıxmayan uşaq olarsa, 40-ı çıxmayan uşaq olarsa, o zaman ya o qonağı elə eləyirlər ki, elə gətirirlər ki, uşağı görməsin. Yoxsa uşağın üstünə gəlir, uşağın üstünə çıxıb, belə məzaz eləyirlər. Ya da ki, Amma karantindir da bu, yəni... Karantindir, indiki dövrdələr. Ya da uşağı qaldırırlar yuxarı, anası, kişi xeylağı anası olmaz, atası qaldırar. Yox, əgər qadın xeylağı gəlirsə içəri, anası uşağı belə qaldırar. Gələn adam uşağın altından keçməlidir. Yəni, başının üstündə olmalı. Yəni, uşaq basılması. Uşaq basılması nə deməkdir? Burada adam deyərdi, uşağın basılması o sözdür ki, uşaq özünü xəstə hiss edir. Uşaq özünü ağır hiss edir, ağlayır, qalmayır, filan eləyir. Ona görə deyirlər ki, uşaq basılır. Çünki onun üstünə yad adam gəlib. Gətirərdilər onu, bura. Ana dayanardı orada, hə? Burada. Orada. Uşaq da qucağında. Buradan. Daşın, o daşı var, orta daşı var. Oradan keçirərdi. Bir ağbirçək ağacaya. Acayip ağbirçək arvad. Uşağı keçirərdi, anasına verərdi. Al uşağı, ver uşağı, Tanrı saxlasın bu uşağı deyə sözlər altında. Bu dua idi bir dua idi sadə. Tanrı saxlasın, Allah da yəni. Tanrı saxlasın bu uşağı. O xəstəlik 3 dəfə ya da 7 dəfə. Bu bizdə 3-7 rəqəmlər müqəddəsdir. Burada, bəli, keçirirdi.
altından verirdi ona. Dübarə alırdı, yəni 3 dəfə bu hərəkət təkrarlanırdı. Bütün kəndin o xəstə sağaltma ocağı bura sayılırdı. Ona görə yəni bu Qubala deyilir. Bu Qubalanın iki mənada, həm özü tarixi bir daşıyıcısıdır, həm də belə bir abidənin burada olması. Bəs indi heç kəs uşağı ora gətirmir. İndi daha gətirmirlər. Sonra dəfələrlə görürsən ki, indi mən bu kənddə doğulub burada boya başı satdırmışam. Bəzən görürsən ki, məsələn, indi tənbəl adamlar zibili o yana aparmaq əvəzinə gedə-gedə burada atır, sıçır yeri. Biz onu nəzarətə saxlayırıq. Ancaq ki, bu belə, bura pirdir baxı. Pir müqəddəs yerdir. O yerin ki, piri çoxdur. O yer müqəddəs yerdir. Bizim Azərbaycan nə üçün müqəddəsdir? Şəhidimiz çoxdur. O torpağa biz şəhid vermişik. Ona görə torpağımız müqəddəsdir. Millətin şanlı evladlarının qanı tökülüb orada. İnanclardan danışdıq. Təvəkkül müəllim dedi ki, nə olursa olsun, hara gedirsinizsə gedin, amma mütləq və mütləq buranın kənd məscidinə getməyi unutmayın. Hətta dedi ki, indi müsahibəyə ara verək. Siz gedin, çəkin oranı, sonra gəlin davam edək. Dedi ki, o məscidin tarixi də, başına gələnlər də bir ayrı tarixdir. Gəldik məscidin yanına, məlumat aldıq. Maraqlı nə var idi toylarda ki, indi onu eləmirlər? Qabaq toy yesinin belə yaxınlaşanda qapısına deyərlər də, bir başqa hörmət vardı. İndi o hörmət, izzət biraz başqa cürdür. Adətlərdən danışaq, Şağan toylarındakı adətdən. Bakının 32 kəndi ilə bölgələrdə çox fərq var. Musiqi fərqində, muğamda, qulaq asmaqda, cəmaatın zövqündə insanların ayrıdır. Amma belə kəndlər, yəni 32 kəndi Bakının şükür Allaha eyni zövqdədirlər. Məsciddə olan məlumatları alıb, sözündən, söhbətindən doymadığım Təvəkkül müəllimi axtarmağa çıxdım. Dedi, səbirli ol, bir balaca işim var, birazdan gələcəm. Mənə bir adres də verdi. Dedi, ora da mütləq get. Gör, gənclərimiz nə işlə məşğuldur. Yol aldıq ora. Gördüyüm isə məni heyran elədi. Gənclər açıq havada, təxəyyülünü işə salıb gözəl rəsm əsərləri çəkirlər. Bunu düşünən adam kimdisə, dedim onu çağırım, onunla mütləq danışım. Bir də gördüm, Nofəl bəy mənə özü yaxınlaşdı. Nofəl müəllim, çox böyük bir təşəbbüslə çıxış edirsiniz. Gənclərə rəsm öyrədirsiniz. Hamısı da demək olar ki, Şağan sakinləri. Uşaqlarıdır, Şağanlıdırlar, hamısı Şağanın yetirmələridir. İstedadlı gənclərimiz var burada. Öz fərdi sərgiləri olan uşaqlar var, respublika səviyyəli sərgilərdə iştirak edən uşaqlarımız var. Hal-hazırda fəal gənclərimizi yığmışıq burası. Onlar sizi tapdılar, yoxsa siz onları tapdınız? Onlar məni tapdılar. Və siz necə qərara gəldiniz ki, gənclərə, bax, bu cavanlara şərait yaradasınız? 14 ildir mən pedaqoji fəaliyyətlə məşğulam, dərs istəyirəm uşaqlara. Və bu 14 il ərzində? Və 14 il ərzində bu əhatədə Xəzər rayonunda yaşayan gənclərimizə xidmət göstəririk, bacardığımızı öyrədirik. Başqa kəndlərdən gələnlər də var? Bəli, Şuvalandan, Qaladan, Buzovnadan. Bilirəm ki, bu sual biraz gülməli səslənir, amma ən sevimli tələbəniz indi buradadır, yoxsa yox? Hamısı sevimlidir. Hamısı mənə əzizdir. Hamısı da olmadı. Hamısı da olmadı. Fərq yoxdur. Tələbə arasında heç vaxt fərq qoyulmur. Bəs ən istedadlısı buradadır indi? Olur da kimdəsə daha yaxşı Belə alır? deyim, bugünkü gün ən istedadlı tələbələrim buradadır. Tərəflərin verməyin heç vaxt. Bəs fərdi sərgisi olan gənclərimiz? Fərdi sərgisi olan qızımız var burada hal-hazırda fəaliyyət göstərir. Orada Kənan tələbəmiz var, fəaliyyət göstərir. Bunların tək fərdi sərgiləri olub. Hal-hazırda akademiyada oxuyurlar. Hal-hazırda Xətai Sənət Mərkəzində birinci yer, Respublika üzrə birinci yeri qalibi olub keçən həftə. Çox fəal gənclərimizdir, buyurun. 14 ildir pedaqoji fəaliyyətlə məşğulsunuz. Bəs hansısa özünüzə məxsus bir metodika var dərs deməyin ki, sizi başqa müəllimlərdən fərqləndirir? Ən əsas gənclərimizlə dostluq. Dostam. Əsas odur ki, müəllim kimi yox, pedaqoq kimi birinci növbədə dostam. Onun üçün də əhatəmdə hədsiz dərəcədə istedadlı gənclər var, bunu deyə bilərəm. Bəs yaxşı, peşəkar rəssam olmaq üçün nə qədər oxumaq lazımdır? Sonsuz, bitmir. Rəssamlıq elə bir şey mümkün deyil ki, deyəsən ki, mən stop, öyrəndim, o sonu yoxdur, sonsuz. Onda icazə verin, tələbələrinizin işlərinə yaxından tanışaq. Olar, əlbəttə ki, buyurun. Gənclərə baxıb az qala özüm də həvəslənirdim. Amma onlarda olan o istedad məndə bəlkə də var, amma üzə çıxarmamışam. Orada bir rəsm əsəri çəkərdim, amma vaxt yox idi. Uzaqlaşmaq istəyirdim ki, Nofəl bəy dedi, bəs bir gənc sizin rəsm əsərləri heyran olduğunuzu bildiyindən sizə bir hədiyyə eləmək istəyir. O rəsm əsəri isə bir neçə saata hazır olacağını dedi. Mən də mütləq ora qayıdacam dedim.
Amma burada bir ev də diqqətimi çəkdi. O evdə nə var idi? Birdən üzü mənə tanış olan bir gənci gördüm. Sən demə yaşının az olmağına baxmayaraq gözəl bir təşəbbüs irəli sürüb. Bu nə təşəbbüsdür? İndi biləcəksiniz. İndi gedəcəyim yer çox qəribə bir yerdir. Əslində muzeydir, amma şəxsi tapıntılar muzeyidir. İzah eləməyə çətinlik çəkirəm, amma sözün açığı izah eləməyə heç ehtiyac da yoxdur, çünki indi özünüz hər şey görəcəksiniz. Bura Xəzər Muzeyi adlanır. İçəri daxil olarkən heyrətləndim. Heyrətimin səbəbini də anlaya bilmirdim. Çünki burada tarixi məqamlara gedib çıxan çox toplanmış tapıntılar var. Bu eksponat o eksponatdan dəyərli saysaydım, bunlar məndən incərdilər, muzeyə gəlməzdilər. Bu şeylər ki, indi çəkilir, bəlkə 50 ildən sonra bu maddi mədəniyyət abidələri bəlkə qalmayacaq. Şəkil əksimiz var ki, biz onu 4 dərsə, 5 dərsə yekunlaşdırmışıq. Bir başqa hörmət vardı. İndi o hörmət izzət biraz başqa cürdür. Azərbaycanın ilk etno-art muzeyi Şağanda və şəxsən öz təşəbbüsünüzlə yaradılıb. Bəli. Bu haqda ətraflı danışın. Necə oldu bu fikrə gəldiniz? Əvvəla xoş gəlmisiniz bizim muzeyə, bizim Şağana. Muzeyimiz 2021-ci ildə 7 dekabr tarixində, yəni Azərbaycanda ilk muzeyin yarandığı tarixdə yaradıldı. Çox uğurlu da oldu. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadənin 75 illik yubiley sərgisi ilə biz buranın açılışını etdik və mən 24 illik kolleksiya toplayıram müxtəlif istiqamətlərdə. Mənə çox vaxt deyirlər ki, bir istiqamətdə kolleksiya topla, amma məndə nəsə biraz alınmırdı müxtəlif istiqamətlərdə. Artıq 50-dən belə deyək də çox və fərqli istiqamətlərdə məndə kolleksiyalar var. Neçə eksponat var indi burada? 14 bindən çoxdur artıq. 14 bindən çox. Bəli. Yəni bunun da bir 24 illik tarixi var da. Yəni 24 ildir mən bunu yığıram 12 yaşımdan. Mən bugün isə 1916-cı ildə Şağanda yetişən qarağac ağacından düzəldilmiş tardan bəhs edəcəyəm. Bu tar Davud Məmmədbəylinin tarıdır. Ailəsi tərəfindən şəxsən bizə bağışlanılıb bu tar. Və bizdə bir tar da daha var. Bizim dünyaca məşhur tarzənimiz Mansur Mansurovun düzəltdiyi ilk qadın tarzənimiz Sitarə Qasımova üçün düzəltdiyi tardır və bu tar isə bizə Sitarə xanımın nəvəsi Əbülfəz Babayev tərəfindən muzeyimizə hədiyyə olunmuşdur. Eksponatları hardan tapırsınız bəs, hardan gətirirsiniz, gətirirsiniz? Gətirirəm, gətiririk deyəndə, yəni bir çox kolleksiyaçılarla uşaqlıqdan da yəni bu əlaqələr qurulub filan. Mən Azərbaycan Filatelistlər İttifaqının üzvü idim 2009-cu ildən hal-hazırda da üzvüyəm və orada demək olar müxtəlif istiqamətdə kolleksiyalar toplayan insanlar olur. Hətta hamısı məndən görəndə ki, bu istiqamətdə yığılmış. Yəni marka birləşdirir bütün kolleksiyaları. Demək olar, hə, bu günləri yox, demək olar ki, uzun illərdir həmən o Azərbaycan Filatelistlər İttifaqı özündə bir çox kolleksiyaçıları birləşdirir və əlavə bir kolleksiyaçılar qrupunun yaranmasına da ümid edirəm ki, bir ehtiyac yoxdur. Bəlkə də var, bəlkə də yoxdur, amma ora üzv olan və olmayan bir çox kolleksiyaçılarımız da var ki, onlar da mənə dəstək olurlar hətta və bir çoxları hətta mənə öz kolleksiyalarının müəyyən hissə kolleksiyasını hədiyyə ediblər. Ən dəyərli eksponat, demirəm bahalı, deyirəm ən dəyərli eksponat burada bu muzeydə hansıdır? Mən onu, bu eksponat, o eksponatdan dəyərli saysaydım, bunlar məndən incərdilər, muzeyə gəlməzdilər. Eksponatlar? Bəli. Yaxşı, ən dərin məna kəsb eləyən eksponat, belə deyək. Onu da deyə bilmərəm, çünki hər birinin bir mistik aurası var və başıma bir çox hadisələr gəlib muzeydə, bunları toplayarkən. Hətta elə bir rəsm əsəri var idi, ona baxanda deyirdim, bu əsər mənimdir, amma ağlıma gəlmirdi, o əsər mənə necə gəlib çata bilər. Zaman keçib, zəng ediblər, həmin əsəri mənə hədiyyə elədilər. Hansı əsərdir? Hal-hazırda həmin əsər Dədə Günəş kəndi. Bu? Bəli.
Bu Mir Nadir müəllimin əsəridir. Azərbaycan xalq rəssamı Mir Nadir Zeynalovun əsəridir. Mənim ən çox sevdiyim əsərlərdən biri. Təsadüfən onu gördüm Mir Nadir müəllimin emalatxanasında, çox bəyəndim. Yəni bunun daha sonra bunu Mir Nadir müəllim hətta restavrasiya eləyib, padramnika çəkib. Yəni boş kağız rulonda idi. Bunu necə gördüm, çox bəyəndim. Hətta məni həmin günü başqa əsəri bağışlamışdı. Üstündən bir neçə gün keçdi, bir görüm çağırdı məni tezdən ki, gəl sənə bir əsər bağışlayacağam. Bunu bağışladı mənə. Babamın Pəncəyi. Babamın Pəncəyi bu əsərin adıdır. Bəli. Əsərin, bəli, burada siz görə bilərsiniz pəncəy, nar, çəpər, balqabaq. Bu əsərin müəllifi Əmrullah İsrafilovdur. Azərbaycan ən görkəmli, ən fərqli, ən maraqlı rəssamlarından biridir və muzeyimizin ən əziz dostlarından biridir. Əmrullah müəllimə mən bir uşaqlıq xatirəmi danışdım. Mənim babamın gözləri uzun illər görmədi. O əl havası ilə bağda işləyirdi. Qardaşı ilə də çəpər idi. Hər çəpərin də hər iki tərəfindən nar ağacları əkilmişdi. Babam da öz pəncəyini həmin çəpərdən asmışdı, biraz hava isti idi. Və cibindən yaylığını çıxaranda orada həm də balqabaq toxumları var idi ki, o hardasa əkəcəkdi də onu. Həmin balqabaq toxumları mən gördüm ki, tökülüb yerə. Üstünə bir neçə ay keçəndən sonra nənəm dedi ki, get balqabaq qutab bişirirəm, get onu nardan dər, balqabağa qatmağa. Mən də gəldim həmin o nar ağacından narı dərməyə və nar ağacının üzərində balqabaqları gördüm. Nar ağacının üzərində? Bəli, çünki babamın pəncəyin cibindən tökülən o balqabaq toxumları nar ağacının dibinə. Bir müddətdən sonra artıq orada... Calar olunublar? Yox, yəni böyüyüblər, sarmaşıblar bu nar ağacına. Və həmən o nar ağacında da artıq balqabaqlar yetişib, hətta yarpaqları da tökülmüşdü. Narla balqabaq orada çox belə qeyri-adi bir mənim beynimdə həkk olmuşdu və bunu rəssama danışanda rəssam bu əsəri çəkdi. Və muzeyin 2 yaşına bircə gün qalmış, onu bizim muzeyimizə hədiyyə etdi. Amma tək bu rəsm əsəri deyil. Burada çox rəsm əsərləri var idi. Hamısı dahi Azərbaycan rəssamlarının bura hədiyyə etdiyi əsərlər. Ümumiyyətlə muzeyin neçə yaşı var? Muzeyin hal-hazırda 3-cü ilidir ki, fəaliyyət göstərir və bu 3 ildə 6 ekspozisiya dəyişmişik və ilk dəfə olaraq Azərbaycanda ən yaşlı rəssamın ilk sərgisi, 95 illik yubiley sərgisi bizim muzeydə olub. Azərbaycan Respublikasının xalq rəssamı, Şöhrət ordenini və Bakının da ilk baş rəssamı olmuş Tofiq Ağababayevin yubiley sərgisi məhz burada olub. Səvuş, mən sizə uğurlar arzu edirəm. Çox gözəl bir iş görürsünüz. Çox lazımlı və vacib bir iş görürsünüz. Ümid edirəm ki, bizim verilişə baxan bəzi kolleksiyaçılar da deyəcəklər ki, gəlin mən sizə öz hədiyyəmi verim. Təşəkkür edirəm. Elə muzeydən çıxırdım ki, artıq mənə hədiyyə olunan rəsm əsərini verdilər. Çox sevindim və bu rəsm əsəri evimin gözəl bir güşəsinə rəng qatacağına və hər dəfə də Şağan kəndini xatırladacağına əminəm. Bu an Təvəkkül müəllim zəng elədi. Soruşdum, hardasız? Dedi, harda xudafizləşmişiksə, elə orada. Yollandım Alban abidəsinin yanına. Qaldığımız yerdən davam etdik. İndi də bir dənə vişnəli can əti hazırlayacağım sizin üçün sarışda inşallah. İstənilən meyvə ilə, məsələn, zoğalı ilə eləmək olar, alça ilə eləmək olar, turş meyvələrlə də, məsələn, istənilən meyvə ilə əvəz eləmək olar. Turşluq verir, biraz da şirəli eləyir onu. Bax, burada, bax, burada. Bax, balaca meydançadır da, burada nə qədər olur? O 2 kvadrat metr. Yayın ən isti vaxtında. Çıxın da orada deyəm, 5 dəqiqədən sonra deyəcəksən ki, müəllim, bax burada, müəllim, mənim nə pəncəyə deyinə gəlsinlər də. Çox qəribə buranın bir aurası var. Aurası var burada. Bütün yayda uşaqlar gələrlər burada. Yəni, belə deyək, 14-15-20 yaşında zamanlar gələrlər burada. Neyərdilər deyinə? Heç nə. Oturar da zarafatlaşarlar. Nə bilim ki, əldə olan oyunlardan oynayarlar. Qumar zat yox, ha. Elə şey olmazdı. Kəndlər qunardı, qumar nədir? Atam deyərdi bizə ki, Allah cəm yolundan rəhmət eləsin, 72 yaşım var mən. Deyərdi ki, oğul, nə bağda qumar oynayasan, ha? Verdiyimiz sənə halal eləmərəm. Ocaqdan çıxmısan. Yox, indi başqa cür baxırlar da bəzi şeylərə də. Yəni, bundan qabaq, həm də ərazimizdə çox da say etibarlı olmasa, olan maddi mədəniyyət abidələrinə diqqətlə qarşıdır. Və mən, misal üçün, bir tarixçi olaraq 50 ildir, 54 ildir mən bu işlə məşğul olum. Məktəblərə də gedirik, çağrılırıq da, filan edirik ki, abidələrimizi qorumaq lazımdır. O bizim təkcə dünərimiz deyil.
həm də sabahımız üçün bir örnəkdir. Bax belə. Sonra bax burada bizim köhnə qəbristanlığımız vardı. Hələ mən sizə deyim, bundan da lap köhnəsi pirin yanında olub. Pir ki var bizdə, onun yanında mən orada cəmi 2 daşla təsadüf olundum. Təsadüf elədi mənə. 2 qəbir daşı gördüm. Sonra orada tikinti işləri zatları aparıldı əhali tərəfindən. Deməli, mən bir kitabımda da yazmışam, bir Şağan kitabı var ki, getdim, gördüm orada 2 qəbir daşı. Qəbirlər daşlardı, hündür-hündür daşlardı. Üstündə də Nardaran pirində gördüyümüz daşlar var. Bax, belə avalini, belə dairəvi. Orada yəqin gedib o baş ağrısı olan, müəyyən xəstəlikləri olan adamlar alınlarını qoyurdular. O daş sürtülüb ondan sonra. Oradan o daşdan xəstəliklərinin yəni sağalmasında o daşlar müəyyən rol oynayır. O da mən sizə deyim ki, hər qəbir daşına da olmazdı. Şəhid qəbirlərinin daşında o hadisələr baş verir. Şəhid qəbirlərində. Bir də görürsən ki, təsadüfən, məsələn, deyək ki, hər hansı bir hadisə ilə əlaqədar, naqolay bir hadisə nəticəsində şəxs həlak olur. Bəli. Həlak olur. Cəmaət çox böyük təəssüf keçirir, təəssüf hiss keçirir ki, bax, bu niyə belə şey? Onu şəhidlik statusu kimi onu qəbul edirlər. Onun qəbrinə həmişə insanlar hörmətlə yanaşır. İndi məsəl ki, indiki zamanda gedir, qərənfil olur, filan edir, bəhman edir. O vaxt belə şeylər yox idi. Bu gül söhbəti sonralar gəlib bizim mədəniyyətimizə çıxıb. Amma ki, gedərdilər, ziyarət eləyərdilər, təmizliyinə. Belə oldu, sonra o 2 dənə qəbirdir. Heç olmasa mən onu yazıya qeydə aldım. Yazıya qeydə aldım. Bu gün sən gəlmirsən, bir kimsə buradan, bu qardaşlardan, siz başda olmanızsa böyük hörmətim vardır. Siz Azərbaycan tarixinin öyrənilməsində elə addımlar atırsınız ki, bunun bəlkə də dəyəri bir 50 ildən sonra bilinəcək. Bu şeylər ki, indi çəkilir, bəlkə 50 ildən sonra bu mədəniyyət abidələri bəlkə qalmayacaq, bəlkə bunun haqqında anlayış olunacaq. Ancaq əl aparıb arxivdən götürəcəklər, deyəcəklər ki, bunu işləyən adamın Allah keçənlərdən rəhmət eləsin. İndi yəni deməyim odur ki, bu abidələrin qorunması, saxlanılması bizim gənc nəsil üçün o qədər vacibdir ki, dəyərini qiymətləndirmək olmaz. Müsahibədən sonra yalnız bir söz deyə bilərəm. Kaş ki, bütün Bakı kəndlərində Təvəkkül Səlimov kimi qəsəbəsindən xəbərdar olan insanlar olsun. Elə sağollaşırdım ki, dedi, hara gedirsiniz? Axtarışları davam etməyə deyəndə, dedi, Ziya hazırdır. Bu dəfə milli yemək hazırlayacaq. Ötən dəfəki yeməyin dadı damağımızda qalmışdı deyə öz aramızda düşündük ki, niyə də yox. Keçən həftə Ziyanın bişirdiyi yeməkləri hamınız gördünüz. Biz kimi ki o evə bir daha getməyək. Bu dəfə də biz Ziyagilə gedirik, görək bu dəfə nə bişirəcək. Yenə gəldim, gördüm ki, Ziya masanı hazırlayıb məni gözləyir. Soruşdum ki, bu dəfə bizə nə bişirəcəksən? Dedi ki, İndi də bir dənə vişnəli can əti hazırlayacağım sizin üçün sarışda inşallah. Bəs bunun üçün bizə nə lazımdır? Bunun üçün lazımdır bizə dananın can əti, o belənçinə dananın can əti. Sonra quzu quyruğu lazımdır, soğan lazımdır, duz, yod, vişnə. İlk öncə deməli birinci quyruğu qızardıcıyıq, sonra can ətini əlavə edəcəyik üstünə, sonra soğanı, sonra vişnəni. Ziya, keçən həftə biz gəldik, yenə də gəlmişik. İndi gör sənin dost-tanışın yemək bişirməyini bilib, nə qədər evinə qonaq gəlir. Baxma, qapını bağlamazsan. Hə, demək olar hər həftə. Birdən gəndə işdə olmasam, demək olar hər gün. Bəs bir gün desən ki, daha bişirməyəcəm, onda necə? Yo, bu iş zövq alıram bundan. Dincəlirəm. Bir də gördün ki, gələn qonaq dedi, mənə bunu hazırla. Sən də onu bilmirsən. Neynirsən onda? Pişirə bilmədiyim yemək yoxdur. Amma bu indi Allah bərəkət versin. Yəni, nə oldu, xoşum gəlir də. Əsas odur ki, yeməyə nəsə olsun. Duz çörək də olsa, Allah bərəkət versin. Orada albalı gördüm. Bəs birdən albalı mövsümü olmasa, onda necə olacaq? Vişnə yoxdur. İstənilən meyvə ilə, məsələn, lap zoğalı ilə eləmək olar, alça ilə eləmək olar, tuş meyvələrlə də, məsələn, istənilən meyvə ilə əvəz eləmək olar. Ya bu yoxdursa, məsələn, o vişnədir, zoğaldır, bunların əzməsi olur, yayda hazırlanır. Qışda tomat kimi olur o. Həmin o yeməyi hazırlayırsan, verirsən. Danışırıq, amma hərəkətə keçmirik ya. Məncə hərəkət elə. İndi ilk öncə quyruğu deməli əridirik, qızardırıq. Vurğulayım ki, Ziya məhz bu yeməkdə heç bir yağdan istifadə etmir. Ancaq quyruq yağından. Amma gizləmədi, səbəbini də söylədi. Bunun dadını vermir də, lap belə o orijinal dad budur. Məsələn, quzu quyruğu ya qoç quyruğu fərqi yoxdur. Quyruq yağı olsun,
Sonra məsələn can əti eləməyib, məsələn qoyun əti ilə də eləmək olar. Mal ətinin özü biraz bərk olur, qoyun əti ilə də olar. Amma bu ilə super olur. Bildim, sən bu qədər yeməyi hardan öyrənmisən? Hamı kimi YouTube-un canı sağ olsun, düzdür? Yo. YouTube-a ilə Allah qətiyyən baxmıram, yəni yemək üçün. Burası gəlir bir sevgi ilə də, bir sevsən, gələcək sənin üçün. İstər-istəməz gətirəm, məsələn 5 kilo əti qoyğundan bura ki, bundan bir 15 cür yemək pişir mənim üçün. Pişirəcəm, yəni ki, deyinə qeyri-adi, heç bundan YouTube-da olmasın. O cürünə gəlir adam üçün. Yoxsa nə inədin, gələ sevgi ilə yanışasan işə. Bəs sənin üçün Şağan nədir? Buradan gedə bilərsən başqa yerdə yaşamağa. Yəni burada ki, doğulub böyümüşəm, yəni eyni xarakterli adamlarıq da. Məsələn, düzdür, Azərbaycan harasını geçsən, deyəcək ki, qonaqpərvərik, hər bir şey, hamı. Yəni burada doğmadır da, burada tamam. Yəni durub buradan gedib, məsələn, hansısa bir rayonda istirahətə gəlsən, 3 gün, 5 gündən sonra darıxırsan. Deyirsən, gedim öz kəndimə. İstər-istəməz dartır adamı, gəlir. Artıq əlavə elədiyimiz quyruğun yağı da saca yayılmışdı. Bu qızardı. Bunu yavaş-yavaş götürürük burada. Quyruğu götürdükdən sonra sacın içinə doğradığı soğanları tökdü. Dalınca biraz qaynadıqdan sonra əti də əlavə elədi və nəticə göz qabağındadır. Adama gəl-gəl deyirdi. Bəs ora əlində loru dildə desək bir çimdik duz tökdün. İndi hardan bilək ki, duz çox idi, yoxsa az? Onu bilmək üçün mənə oxumaq lazımdır. O kinoda var, deyir. Onu hiss eləmək lazımdır. O deyir, əlbin duzu var, ha. Bax, həmin buradadır. Bakı gündəliyində o qədər yemək bişirənlərin əl qabiliyyətini görmüşəm ki, məncə axırda bir çempionat keçirdəcəm. Bəs görəsən sən bu çempionatda özünü neçənci görürsən? İlk beşlikdən biri. Deyim bir ki, məndən ustadlar var da, amma ilk beşliyə hazıram. İndi deməli bu bişinələri əlavə eləyirik üstünə. Ürəkli olduğunu buradan bildim və albalının üzərini əlavə etdikdən sonra anladım ki, artıq yemək bişmək üzrədir. Turşluq verir, biraz da şirəli eləyir onu. Və budur, yemək hazırdır. Ziya, bir şey de, başlayaq. Yerimiz məlum. Yeməyə söz ola bilməz. Ziya bəyin özü demiş, yeriniz məlum. Amma özümə söz vermişdim ki, bugün çox yemək yeməyəcəm. Yox, düşünürsünüzsə ki, pəhriz saxlayıram, əsla. Səbəb o səbəb deyil. Niyəsini isə birazdan biləcəksiniz. Axşam toya dəvət ediblər, Bakı toyuna. Geyinəcəyim geyimi seçmişəm, deyəcəyim sağlığı fikirləşmişəm. Amma qalıb əsas məsələ, hansı mahnı ilə hansı rəqs eləyim. Rəqs də uyğun olmalıdır, mahnı da xoşuma gəlməlidir. Şağanda belə bir yer var ki, hamısını bir yerdə birləşdirsin. İndi yəqin az yeməyimin səbəbini bildiniz. Axşam kənd toyundayım. O toyun da yeməyini ancaq dadanlar bilər. Xülasə, keçim əsas məsələyə. İçəri girəndə gördüm ki, uşaqlar doludur. Düşündüm ki, Bakı kəndində uşaqların milli rəqsə maraq verməsi çox sevindirici haldır. Cavud mənim, salam əleykim. Salam, xoş gəldiniz. Necəsiz? Maşallah, Allah saxlasın hamısını. Neçə nəfər tələbəniz var? Hal-hazırda zalda olan 18-19 uşaqdır. 19, maşallah. Bəs bunları hardandır bu gənclərdə milli rəqslərə həvəs? Həvəsləri var, gəliblər, yazılıblar bizim Valideynləri... Bəli, valideynləri yönəldiblər, gətiriblər, öyrənirlər maşallah. Tez öyrənirlər. Bacarıqlı uşaqlarla, istedadlı uşaqlar. Ümumiyyətlə, hansısa bir rəqs öyrənmək üçün nə qədər vaxt gedir? O uşağın öz götürmə qabiliyyətindən də çox şey asılıdır. Belə deyək də, var balaca yaşlı, 5 yaşlı, 6 yaşlı, var 12, 13, 15 yaşlı uşaqlar. 1 il öyrənən var, 5 il öyrənən var, 3 il öyrənən var, amma ki, yox, tam yox. O ki, rəqsi deyirsiniz siz, yox. Bir rəqsi öyrənirlər, bizdə məsələn üçün böyüklərdən ibarət bizim şəkil rəqsimiz var ki, biz onu 4 dərsə, 5 dərsə yekunlaşdırmışıq. 4 dərs. Mən ümumiyyətlə özüm rəqs eləyə bilmirəm, ona görə hər bir rəqs eləyən adama həsəd aparıram mən. Cavud müəllim, bəs Şağanda rəqs studiyası açmaq, bu ümumiyyətlə gəlirli bir işdir, yoxsa ki, elə başa-baş gücdən gəlib çıxırsınız? Gəlirli işdir, amma gəlir o qədər önəmli deyil bizim üçün. Azərbaycan milli rəqsləri yaşatmaq daha önəmlidir bizim üçün. Bu düzgün cavabdır. Olar biz xahiş eləyək bizim gənclərimiz, bu balacalarımız hansısa bir rəqs göstərsinlər bizə? Olar, hazırdılar. Böyük məmnuniyyətlə izləyə bilərəm mən bunu. Onların rəqsini izlədikcə üzündə xoş təbəssüm yaranırdı. Çox sevinirdim ki, milli rəqslərimizin unudulmaması üçün valideynlər və Cavid bəy kimi insanlar var. Onların rəqsinə baxıb artıq toyda hansı rəqsi seçəcəyimə əmin olmuşdum ki, bir başqa rəqslə də fikrimi dağıtdılar.
4. Bu gedişlə də məcbur olub həm ilk, həm də bax indiki rəqsi sifariş verməli olacağam. Əlbəttə ki, əsas məqsəd mənim hansı rəqsi oynamağım yox, toyuna getdiyim insanların mənim oynamağımdan asılı olmayaraq xoşbəxt olmasıdır. Elə saata baxırdım ki, şağandan çıxım, gedim toya hazırlaşım. Birdən qulağıma səs gəldi. Elə bildim ki, toy ab-havasını düşündüyümə görə beləyəm və bildim ki, mənə elə gəlir. Yaxınlaşdıqca səsin artdığını gördüm. Gəlib gördüm ki, toy olmasa, amma toy ab-havası aləmi bürüyüb. Fürsət bilib yaxınlaşdım onlara. İstəyərdim bu köhnə toy adətlərindən danışasınız. Əvvəl necə idi? Maraqlı nə var idi toylarda ki, indi onu eləmirlər? Bu sualda bilirsiniz nə qədər cavab var. Adam heç bilmir hansından başlasın. Vaxtımız var, buyurun. Fərqli olaraq çox şey var. Hələ bu qabaq toy yesinin belə yaxınlaşanda qapısına deyərlər də. Bir başqa hörmət vardı. İndi o hörmət izzət biraz başqa cürdür. Bilmirəm zamanədəndir, nədəndir. Yüksək səviyyədə hörmət eləyənlər də var. Sonra başqa, vallahi getirək elə bu qabaqçı toylarda aparatura yox idi. Elə sizin sözünüzə qüvvət. Biz bura yaxınlaşanda artıq küçənin o başından alətlərin səsini eşidirdik. Amma indi... Bəli, bəli. Aparat qurursan, aparatdan ses başqa cür ses çıxır. İnsanlara da mane olan səslər var. O səsdən qaçırlar çox vaxt. İnsanlar gedir çöldə oturur, aralı oturur. Düzdür, aparat səsi çoxaldır, yayır. Ondan bəzən olur ki, belə də olur da. Camaat deyir ki, bayra səs çıxmır, toyxanadan bayra səs çıxmır. Baslar var, o aparatların o səsi cum-cum eləyir. Yəni, zvuk rejissordan da çox şey asıldır. Çox şeylər var da, onu görürük. Adətlərdən danışaq, şağan toylarındakı adətdən. Hansı ki, sırf şağana aiddir. Vallahi Bakının 32 kəndi var. O adət ənənə hələ demək olar ki, eynidir. Fərqli olan bir şey, yəni o yenə də toy sahibindən asılı olur, nəsə olur. Senari necə qurulur, senari necə, kim nə istəyir. Yoxsa təxmini eynidir. Düzdür, bölgələrlə fərq var. Amma Bakının 32 kəndi ilə bölgələrdə çox fərq var. Musiqi fərqində, muğamda, qulaq asmaqda, cəmaatın zövqündə insanların ayrıdır. Amma belə kəndlər, yəni 32 kəndi Bakının şükür Allaha eyni zövqdədirlər. İndi hal-hazırda toylarda muğam ifa olunur, yoxsa yox? Olur, amma az, qabaqçı kimi yox da. Tamam desə ki, axıra qədər qulaq asmırlar. Deyək ki, toyu öldürürsünüz, toyu yəni, zəiflətdirirsiniz, maraqlı olmur. İndi o şou aləmi elə eləyib ki, cəmaat hamısı toyda şou istifası istəyir, bir maraqlı, udibitilli bir şey istəyir ki, yəni ki, olsun. Bu pisdir, yaxşıdır. Sizin fikrinizcə? Vallahi zövqlər müxtəlifdir axı. Yox, sizin fikrinizcə, sizin zövqünüz o yolun. Mənim zövqümcə palatka, kənd palatkalarının ayrı duzu var, ayrı ləzzəti var. Qabaqki toylardan nəyi gətirərdiniz indiki toya? Ki, qabaq belə idi, indi bu yoxdur, amma onu o adətimi deyim, o ifamı deyim, mahnımı deyim, nə bilim, nəysə oradan götürüb indiki toylarda nəyi tətbiq eləyərdiniz? Yox, qabaqçı toylardan, indiki toyların içərisində elə qabaqçı alətlər var, yəni. Alət zəmindən, sazda olur, zurnada olur, balabanda olur. Klarnetdir ki, məsələn, götür elə bu kəndin sənətkarını, Bəhruz müəllim Zeynalov. O, yəni ki, o birinci ilk ifaçılardan odur, rəhmətli. O, məzarı da Şağandadır, o Şağanlıdır. Onun bütün qızın fondda, onun klarnet, balaban, səs yazmaları var. Və siz kimin ifasını eşidib bu sənəti seçmişsiniz? Kimsə olub da ilham verib də sizə? Kimsə olub deyəndə ki, elə evin içindən getirir. Atam 50 il klarnet müəllimi işləyib, musiqi məktəbində, 17 nömrədə Mərdəşanda. Gözümü açmışam, elə atamı görmüşəm. Sonra rəhmətli Əşrəf ilə bizim evə gəlib gedib. Yəni belə də, mənim hobbim olub ki, klarnet. Mən o vaxtı maqnitofonda batereyna olanda qaçırdım, gedirdim. Onun Vəli Qədimoğlu dalında otururdum, Ədalətin dalında otururdum, qulaq asırdım, yazırdım, gəlirdim. Onda internet zad yox idi axı. Gəlirdim, onu öyrənirdim. Yəni həvəsim çox olub, böyük olub. Mənim demək olar elə dünyada musiqiyə bağlı olmuşam mən. Olar siz nəsə ifa eləyəsiniz, biz qulaq asaq? Böyük məmnuniyyətlə. Hamınız. Bu ifa da rəhmətli Bəhruz Zeynalovun Şağan qalası rəqsidir. Onu istəmirlər, eşitmirlər də. İstəmirlər ki, eşitmirlər, bilmirlər, istəmirlər ona görə.
İndi bəlkə də elə sərf bizdədir ki, biz onu yeri cəmaata çatdıraq ki, bu var. İmkanımız var, kameramız var, səsimiz var ki, siz onu ifa eləyəsiniz, biz də çatdıraq onu tamaşaçılarımıza. Arzu edirəm ki, bütün evlərdən, bütün qapılardan belə musiqi sədaları gəlsin. Gəlin köçürsün, şadlıq olsun həmişə.